Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda istər adi günlərdə, istər özəl günlərdə hazırlaya biləcəyiniz çox dadlı şirniyyat reseptini sizinlə paylaşıram. Paxlava görünüşündə şərbətli, çox dadlı bir şirniyyatdır. Görünüşünə görə buna yalançı paxlava, kətə də demək olar. İndi keçək hazırlanma qaydasına. Bunun üçün ərzaq qabında 200 ml stəkanla 3 stəkan un götürmüşəm. Un ələnmiş undur. Üzərinə 200 qram otaq temperaturunda olan doğranmış kərə yağını əlavə edirəm. İstəyə görə kərə yağını margarinlə də əvəz eləmək olar. Unla yağı əlimlə ovuşdurub umac halına gətirirəm. Umacı hazırlayandan sonra əlimlə ortasında biraz oy qaçıram. 100 qram otaq temperaturunda olan xamanı əlavə edirəm. Xamanın yağlılığının heç bir fərqi yoxdur. İstəyə görə xamanı qatıqla da əvəz eləmək olar. Bir bütöv yumurta, bir yumurtanın da ağını sarısından ayırmışam. Ağını xəmirə qatıram, sarısını saxlayıram. Sonda xəmirin üstünə çəkmək üçün. Biraz duz səpirəm. 1 paket 5 qram şəkərli vanil. 1 çay qaşığı da qabartma tozu əlavə edirəm. Ərzaqları da umacın üstünə əlavə eləyəndən sonra xəmir yoğururam. Nə çox bərk, nə çox yumuşaq, orta yumuşaqlıqda bir xəmir olmalıdır. Götürdüyüm un bu ölçüyə bəs elədi. Əlavə un istifadə eləmədim. Amma videolarımda həmişə qeyd edirəm, unun çəkisi növünə görə, yumurtanın ölçüsünə görə dəyişə bilər, az ya da çox ola bilər. Belə gördüyünüz kimi ələ yapışmayan yumuşaq bir xəmir alındı. Xəmir yağlı xəmirdir. Yoğurandan sonra üstünü örtüb bir 20 dəqiqə soyuducunun aşağı bölümündə gözlədirəm. Bu arada şərbəti hazırlayıram. Şərbət üçün qazana 200 ml stəkanla 1 stəkan şəkər tozu, 1 stəkan su, 1 dilim də limon əlavə edirəm, qoyuram. Qazın üstünə şərbəti pişirirəm. Şərbətim artıq qaynayır, çox da qaynatmıram, elə bir 5 dəqiqə qaynadıram. Qaynadandan sonra ocaqdan götürürəm, qoyuram bir kənara, qalır, soyuyur. İçlik üçün qovrulmuş yer fındığı götürmüşəm, blenderdən keçirtmişəm, elə irili xırdalı 1 stəkan yer fındığını ərzaq qabına tökürəm. Üzərinə 6 xörək qaşığı şəkər tozu, 1 çay qaşığı da vanil əlavə eləyib qarışdırıram. İstəyə görə vanili hillə də əvəz eləmək olar. Qarışdırıb qoyuram bir kənara. Yoğurduğum xəmiri soyuducudan artıq çıxartmışam. Un səpdiyim dəzgahın üstünə qoyuram. 2 bərabər hissəyə bölürəm. Kəsdiyim xəmir parçalarını əlimlə yuvarlayıb kündə halına gətirirəm. Kündələrdən birini yenə un səpdiyim qaba qoyub üstünü örtüb, o birisini yayıb hazırlayana qədər soyuducuda gözlədirəm. Kündələrdən birinin altın üstün unlayandan sonra yayıb yayma açıram. Arada lazım olduqda yenə un səpib yaymanı yayıram. Yaymanı bişirəcəyim formanın ölçüsü qədər yayıb böyüdürəm. Yayandan sonra bir tərəfin üstünə gətirib qatlayıram. Paxlavanı bişirəcəyim formanın içini təxminən 1 çay qaşığı qədər kərə yağı ilə ya da margarinlə yaxşı-yaxşı yağlamaq lazımdır. Yağlayandan sonra açdığım yaymanı formanın içinə qoyuram. Əlimlə kənarlarından sıxıb formanın içi qədər genişləndirirəm. Hazırladığım içliyin hamısını yaymanın üstünə töküb hər yerinə eyni gələcək şəkildə yayıram. Onu da qeyd edeyim ki, istifadə elədiyim formanın diametri 30 santimetrdir. İkinci kündəni də eyni qaydada birinci kündə kimi altın üstün unlayandan sonra yenə yayıb
formanın ölçüsü qədər genişləndirirəm. Şirniyyat üçün istifadə elədiyim ərzaqların ölçülərini videomun açıqlama bölümündə də qeyd eləmişəm. Oradan da baxa bilərsiniz. İkinci açdığım yaymanı da işliyin üstündən formaya qoyuram. Kənarların əlimdən çəkib düzəldirəm. Yan hissələri bişəndən sonra açılmasın deyə spatula ilə kənarlarını üstdən aşağıya doğru spatula ilə düzəldirəm. Əlimdən üstündən sıxaraq üstün biraz hamarlayıram. Bu qaydada hazırlayandan sonra istədiyiniz şəkildə doğraya bilərsiniz. Mən gözəl görünməsi üçün paxlava şəklində doğrayıram. Əvvəlcə uzunsov şəkildə kəsib, sonra kəsdiyim hissələri də romb şəklində doğrayıram. Şirniyyatı mən yer fındığı ilə hazırladım, amma İstəyə görə qozla, badamla, fındıqla, əlinizin altında nə varsa ondan hazırlaya bilərsiniz. Belə gördüyünüz kimi paxlava şəklində doğradım. Sonda üzərinə çəkmək üçün ayırmış olduğum yumurta sarısına bir xörək qaşığı bitki yağı əlavə eləyirəm. Yumurta sarısı ilə yaxşı-yaxşı qarışdırandan sonra doğradığım xəmirlərin üstünə çəkirəm. Hamısına yaxşı-yaxşı yağla qarışmış yumurta sarısından çəkirəm. Bişəndən sonra üzərinin daha gözəl görünməsi üçün yer fındığından kəsdiyim paxlava şəkilli xəmirlərin üstünə düzürəm. Hamısına yer fındığı düzürəm. Bu qaydada hazırlayıb 180 dərəcəlik sobada 25-30 dəqiqə üstü qızarana kimi bişirirəm. Şirniyyatım artıq bişib, sobadan çıxartmışam. Gördüyünüz kimi çox yaxşı qabarıb, üstü çox yaxşı qızarıb. Biraz istiliyi çıxandan sonra şərbəti özünə yaxşı çəksin deyə bıçaqla kəsdiyim hissələrdən yenə kəsirəm. Şərbət artıq demək olar ki, soyuyub, tam da soyuq deyil. Ilıq haldadır. Şərbətin hamısını şirniyyatın üstünə əlavə eləyirəm. Bir yarım saat gözləyirəm. Şirəni özünə çəkəndən sonra artıq doğrayıb çay süfrəsinə vermək olar. Belə gördüyünüz kimi çox gözəl, paxlava görünüşündə çox gözəl bir şirniyyat alınıb. Ham soyuyandan sonra da formaya yapışmır. Formadan da kəsdiyim hissələrdən çox rahatlıqla bir-birindən aralanır. Çox gözəl, paxlavaya oxşar bir ləzzətli şirniyyat alınır. Siz də hazırlayın. Əminəm çox xoşunuza gələcək. Hazırlayacaq olan hər kəsə öncədən nuş olsun deyirəm. Əgər bu videomda sizin üçün faydalı oldusa, izlədikdən sonra bəyənməyi, dostlarınızla paylaşmağı, şərh bölümündə öz fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Sağ olun, yeni videolarda görüşənədək.